Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Darıxmışdım bu salamlaşma üçün. Nəhayət ki, şükür qovuşdurana deyək və belə bir egzotik şəraitdə yeni mövsümün ilk videosunu tərəddüdlə çəkirəm. Niyə tərəddüd? Bayaq telefonu zaryatkaya qoymuşam, amma fikir verirəm ki, zaryatkaya qoşmamışam əslində. Yəni, şarjın özünü, o adaptörün başlığını qoşmamışam toka, belə deyək. Və məncə futbolçular da hal-hazırda bu durumdadır. İzləyirsiniz siz də. Bayaq Salzburgun oyununu izləyirəm. Salzburg Hartberglə oynayır. Hartbergdəki bu reklam panosuna oxşuyur. Başdan hər yeri reklamdır. Qəşəng müdafiə olunurlar. Yəni, abi Allah eşqinə də bu nə oyunu idi? Diabatı Salzburgun oyuncusu qapıya gedən topu xəttin üstündən çıxartdı. Güya ki, öz aləmində qol vurmaq istəyirdi, özü qapıdan çıxartdı. Niyakitə daxil olmaqla 2 dənə %100 moment qapıya gedən top Salzburgun öz oyuncusuna dəyir çıxır. Statistikanın ekranda artıq gördünüz yəqin ki, yerləşdirəcəm bura, montaj vaxtı. Bu rəzalətdir. Yəni, bilmirəm, yəni bu durumdadılar da komandalar hal-hazırda. Bu arada bir şey də deyim və artıq hər şey aydınlaşacaq ondan sonra. Keçəcək bugünkü oyunlara. Gördüyünüz kimi 2-3 vərəq yerində hazırlamışam, notlarımı almışam. Bugün çıxanları deyirəm sizə də. Məsələn, TPS Turku Mariehamnla oynayırdı. Telegramda nə yazmışdım? Telegramın adını görürsünüz ekranda. Belə axtarışa verin, rahat tapılacaq. Birinci hissədə 2-0 dəqiqə hesab gəldi. Nə yazmışdım? Ev sahibindən 2 dənə qol gözləyirəm birinci hissədə və gəldi. Və oyunun 1-5 üstü ümumiyyətlə bankoydu. Amma birinci hissədə o 2-0 dəqiqə hesab önəmli idi. Fredrikstad Sandefjord birinci hissədə Fredrikstadın qolu ümumiyyətlə gözlədiyim bir ssenari ilə də getdi. 1-0 qutardı oyun. Sonra Tirol Sturm, bunu heç yerdə paylaşmamışdım. Niyə? Çünki 3-5-6 gözləyirdim. Bu da gəldi. 1-1 oldu, elə də bitdi. Həm də Sturm ki, bu Hart səfərindən qayıdıb. Biraz da yorğunçuluq da var. Onu da işin içinə qoymuşdum. Amma yaxşı da əmsal var idi. 3-6-ın hətta yaxşı əmsal var idi. Oynamadım təəssüf ki. Amma əsas odur ki, analizlər düz gəlsin. Brunstrom Godset. Canlıdan 1-500 tövsiyə elədim Telegramda. Gəldi. Burada banko nə idi? İkinci hissə 1-5 üst. 1 üst yox, 1-5 üst. Ona görə də ürəklə atdım. Sonra bu Rumuniyadakı oyun gəldi. Balqaristan'dakı oyun ümumiyyətlə super gəldi. 3-0 qutardı oyun. Levski Septembri oyunu. Birinci hissədə qol. Ümumiyyətlə oyunda 1-5 üst. Super açılır orada bilirsiniz. Amma bunu da paylaşmadım heç yerdə. Çox maraqlıdır. Aberdeen Hearts oyunu ilə bağlı. İkinci hissədə ən azı bir qol çıxırdı. Mən beynimdə oynadım, bunu heç yerdə paylaşmadım. Heç canlıdan da paylaşmadım. Bunu indi bilirsiniz kim dilxor olub. Bu həmişə şərhlərdə yazır deyə. Şərhləri bağlayacağım. Çünki gedişat yaxşı deyil. Acı dil insanların sözlərini oxumaq, eşitmək istəmirəm. Hearts həmişə yazır deyə filan dəqiqədən başlayır video, dostlar. O qardaşı salamlayıram. Təbii ki, o zarafat yana yazırdı həmişə onu. Hearts fikirləşdim. Hearts'ın oyuna baxdım. Bu adı çəkilən Sturmla axırıncı oyuna baxdım. Hearts qəti özünə bənzəmir, dostlar. Shankland da getdi. Rangers'a 32 yaşında, xeyirli olsun. Lawrence Shankland Şotlandiya millisində oyuncusudur. Abi, yəni Hearts'ın oyunu oyun deyil dostlar bu il. Mən sizə söz deyirəm. Hearts'ın da sahibi kimdir bilirsiniz də? Brighton'un sahibi, Union Saint-Gillois'ın sahibi. Nəysə, bunu paylaşmışdım. Honved Macaristandakı oyun. Birinci hissədə 6 oyun çıxırdı. Hamısından birinci hissədə ən azı 1 qol. 3 qol oldu birinci hissədə. Belə. Yəni, bu senarilər bunlar idi. Fikir verin, hamısı canlılıqdır. Yəni, şənbə günü elə də yaxşı oyunlar yox idi da açığı. Amma oyunları gün ərzində 5 dənə oyun izləyirəm ən azı. Niyə izləyirəm? İzləyəndən sonra başa düşürəm ki, Basel maldır. Mənim əziyyətimə heyif. Lichtsteiner'ın əziyyətinə heyif. Ki,
Yəni bu Basel belə uzağa gedə bilməyəcək bu komandanın. Heç Liechtensteinerin özü sezonun sonunu görəcəkmi bilmirəm. Ola bilər, indi dəyişərlər, gedişat dəyişər, düzələr, amma məsələn Salzburg, abi Haris Tabakovic plus mal yığını. Başda ən texnikalı oyuncuları o deyilən o Redžić. Maldılar abi, yetişdirirlər, satırlar. Bu stoperlərini də satdılar bu il. Yaxşı qiymətə satdılar. Maldılar, yəni korner oynamaq məsləhətdir. Məsələn, nəyi başa düşdüm? İsveç 2-ci liqası humanitar yardım fondudur ki, gənclər işsiz qalmasın, onlar da maaş alsınlar. Təxminən belə bir liqadır. Ona görə də onlardan uzaq durmağa çalışıram dostlar. Belə 244-780 agent kodumuzdur. TFC ilə oynayanlar üçün, oynamayanlar yəni 1000 dənə səbəb var ki, niyə TFC-dən oynayasınız. Bonuslar bitmir. Bizim öz verdiyimiz bonuslar, TFC-nin özünün verdiyi bonuslar. Onları öz adımıza çıxartmayacağıq. Haşa, tövbə. Adamların haqqını yemək olmaz. Belə, yəni Telegramı artıq bir daha ekrana gətirirəm. Telegramda kupon AZ rəsmi yazın axtarışa t.m belə də yaza bilərsiniz. Yəni Chrome-dan axtarışsa məsələn. Rahat tapa bilərsiniz. Canlıdan ən azından nəsə eləyəcəyik. Və Səttar abimiz saytın üzərində işləyir. Sayt yenilənmiş versiyada. Düz indi də işləkdir. Sadəcə metrikalar zatlar heç də yerləşdirəmirəm hələ ki. Kuponlar yerləşdirmək olar əslində. Bəlkə də yerləşdirdim. Belə. Keçirik bugünkü günə dostlar. Nəysə unutdumu? Məncə unutmadım. Maksimum sürətli çalışdım eləyim bu giriş hissəsini. Başlayaq da onda Midtjyllandla başlayaq gəlin. Midtjylland Horsens oyunu. Horsens Nordsjællandda dişini göstərdi, amma Nordsjælland bu il bilməm necə olacaq, amma 2 mövsümdə Nordsjælland o deyil. Yaralı aslanım mənim. Midtjylland elə yaralı canavarım mənimdir. Midtjylland canavarlar da səhv etməmsə, logosu, canavar olmalıdır mən bilən. Deməli, belə bir şey gözləyirəm dostlar. Midtjylland, Beşiktaş, daha doğrusu Beşiktaş da deməyim, hocamız Vincenzo Italiano, rotasiyaların atası. Burada bir dənə qısa bir şey deyəcəm Beşiktaşla bağlı icazəvizlə. Önəmlidir, belə şeylər zaten əvvəlcədən həmişə deyirik, sonradan tullanıb düşmürük. Beşiktaş, indi Avropa Liqasında ki gedir, abilər, Konferans Liqasının finalı Tüpraş Stadiumda da. Bunu bir köşəyə yazın. Yəni, bilmirəm, indi konferansa mı gedər Beşiktaş? Normalda o Hradec Kraloveni keçə bilərsən də təbii ki. Nuri Şahinin gününə salmasınlar deyəsəni. Amma bir, Konferans Liqasının finalı Beşiktaşın stadionundadır. 2, hoca 2 dəfə Konferans Liqasının finalını görüb. Mən nəyəsə ehmal eləmirəm, dilimə gətirmək də belə düzgün olmaz. Sadəcə bir fərziyyədir də, bir qalsın köşədə. Bunu da mən Sərdar Əli Çeliklərdən səhv etməmsə eşitdim, yoxsa kimdən eşitdim, bilmirəm. Nəsə, məsələn bu tərəfi. Bir də bir şey də deyim və keçirəm Midtjylanda artıq, analizlərə keçirəm. Arada belə meh əsir, səsimə bilməm nə qədər təsir edir, yoxsa yox. Mikrofonumuz şükür Allah yaxşıdır. Bu yaxınlarda bir nəfər deyir ki, abi studiya falan 5 mekan, abi mən də istəyirəm studiyam olsun, mən də istəyirəm. Mən elə bir yerdə yaşayıram ki, hər gün studiyaya gedib gəlmək ən azı gedib qayıtmaq 50 kilometrdir. Mənim qazandığım elə benzində yağ dəyişmədə olacaq ki. İkincisi, yol uzundur və ən əsası, mənə bunu siz demişsiniz dostlar. Hətta siz demədən bunu mənə isbat eləmişsiniz ki, bu kanalın, Telegramın, TikTokun böyüməsinin səbəbi nədir? Siz bunu mənə əməllərinizlə, dəstəyinizlə göstərmişsiniz. Nəticəni mən görmüşəm. Nəticə odur ki, sənin burada nə dediyin önəmlidir. Çəkilişin keyfiyyəti yox. Burada çəkilişin keyfiyyəti 180, bilməm, 180 olur yoxsa yox, mən bilən olur. Daha o dərəcədə yox, 480, əstəğfurullah. 480 falan olanda da çəkiliş keyfiyyəti. Mikrofonsuz vaxtlarda belə 7000-8000 izlənmələr olub burada.
Niyə? Çünki o vaxtı dediyimiz 10 oyundan 9'u gəlirdi. Və insanlar da deyir ki, qardaş, mən keyfiyyəti neynirəm, səsin keyfiyyəti neynirəm, mənə bu lazımdır, bu. İnsanın dediyi lazımdır. And olsun Allaha dostlar, o gün yeni bir bərbər tapmışam, sağ olsun abimiz, Ağa Hüseyin abimiz, Maşdağıdan salamlayıram, adaşım İlkin izləyirsə, bəlkə də ona çatdırar. İlkin mənə deyir ki, adaş, qonşu bərbər, tanıdı, sağ olsun, söhbətləşdik biraz, deyir, abi, bir mövsüm ərzində dünyanın pulunu qazandıq da. İndi dünyanın pulunun söz gəlişi təbii ki, Liverpool ikinci hissədə, o 80'dən sonra, bu metrikalardan gedir söhbət təbii ki, yada düşənləri dedik. Bavariya 75'dən sonra 1-5, getdi, 2 dənə qol olar və s. Bunlar önəmlidir də, studiyanın keyfiyyəti və egzotik bir şeydir, qardaş. Muşmulamıza quzu kəsərəm, nə bilim, uzaqda o işığı yanan o bisetkamıza quzu kəsərəm və s. də öpürəm sizi dostlar və çox darıxmışam, özünüz də başa düşürsünüz ki, darıxmışam söhbətlər üçün. Bunu deməliydim. Midtjylland ilk ev oyununda Beşiktaş'a uduzdu. Beşiktaş'a necə uduzdu özdə? Vincenzo Italiano'nun burada da bir haqqını vermək lazımdır. Və bir müşahidəmi deyəcəm sizə. Deməli, adam Agbadunu falan ehtiyatda oturaraq bunu elədi. Burada artıq taktika işini görür. Mən 3 TikTok üçün video hazırlayırdım. O həmişə deyirik, sizə də elə olur. Bunu artıq qoyum da qırağa mən. Bu mənə lazım deyil, bu qurban olduğumun şəpiklərini də qoyma onun üstünə. Qızımın. Deməli, TikTok üçün 3 video hazırlayırdım. Biri nə idi? Qarabağın rəqibi CSKA-nın qapıçısı seyvlərin üzərində dayanmışdım. Son 2 oyunlarını izlədim. İnanılmaz qapıçıdır, qəşəng seyvləri var. Qarabağın 2 dənə %100, 3 dənə hətta %100 topunu çıxartdı. Mən hətta oca qol qışqırırdım, belə deyək, artıq qol qışqırırdım. Bu biri idi, gördünüz gəldi. Daha doğrusu görmədiniz amma gəldi. İkincisi, yadıma salmağa çalışacağım bir dəqiqə. Nəysə, birini unuttum. Deyəsən, Zirə ilə bağlıydı. Abi, Zirə ilə bağlıydı. Mən Zirənin oyuna stadiondan baxırdım. Qaynımla baxırdım. Dedim, abi, Payde'nin bir oyuncusu var, Bodo Sami, adı düz yadında qalsa, 30 nömrə, hücumçu Hündür. Dedim, fikir ver, mərkəzdən o tərəfə keçməyəcək, ancaq orada fırlanacaq, Renato onu yanında saxlayacaq və çox atletik, yaxşı oyuncudur. Bu arada buradan səslənirəm, əgər icazə varsa. Bilməm, bəlkə də bunu kimsə kəsib paylaşar. Dritanı da analiz eləmişdim. Dritanın bir oyuncusu var. Canlıdan dəyərləndirmişdik onu. Drita Floriana ilə oynayırdı. Dritanın bir oyuncusu var, 26 nömrəli, qara dərili. Düzdür, Elvin Cəfərquliyevin zonasında oynayır. Amma Qurban Hoca, bazar dəyəri səhv etmirəmsə 400-500 min arasıdır. Qəpik quruşdur abi, alın o oyuncunu. O oyuncunu alın, qolu o yaratdı. Birlərin hamısını keçdi. Elvini biraz qabağa çəkib onu oynatmaq olar. Onu qabaqda yoxlamaq olar. Çox qəşəng oyuncudur. Qurban Hocanın əlinin altında o bişər. Elvin özünkidir, saxlayarsan heyətdə, amma o oyuncunu sən ən azı 3-4 milyona satarsan bu sezon sonunda. Alın o oyuncunu. Olu Kamidi nədir adı? 26 nömrə Dritanın oyuncusu qara dərili. Bunu da deyim, nəsə. Yəni, bu dərəcədə oyunları izləyirəm və analiz edirəm. Və əsas məsələ, abi, gəlirəm indi Midtjylanda. Midtjylanda Sönner Yuskla, Beşiktaşla oyunlarda, əsas da Sönner Yuskla. Niyə? Çünki biz bu liqadan danışırıq. Buraxdığı qolları açın, baxın. Midtjyllandın oyuncuları sanki Global Star oyununa çıxıblar. Nə bilim, məşhur bir hansısa oyuncunun vida oyununa çıxıblar və yaxud da ki, yubiley oyununa çıxıblar. Söhbət sırf müdafiədən gedir. Stoperlərdən gedir. Bax, kornerlərdə və s. Midtjyllandın oyuncuları hamısı bir-birinə baxır ki, qardaş, sənin topunu idi, sən çıxartmalıydın bu topu. Təxminən belə bir də, Loru dillə deyək. O da bunun sifətinə baxır ki, qardaş, məzələrsən sənin oyuncundur. Sönner Yuskun səhv etməmsə ikinci qoluydu.
ola bilər birinci qol idi. Açın baxın, başa düşəcəksiniz. Kornerin davamı olaraq asma gəlir tərzdən. Kornerin davamı olaraq asma gəlir həmin cinahdan. Topa ən uzaq oyuncu topa qaçır və o stoper deyil. Stoperlər yatıb və belə bir qol yaranır. Midtjylland baxmayaraq ki, Sönneryusku uddu, zülümlə uddu. İndi publika önündə ilk oyuna çıxır Superligada. Ya bu Midtjylland özü tək başına üstə aparacaq bu oyunu. Çünki Midtjyllandın qələbə əmsalı məni narahat eləyir. Bunu Zirədə gördünüz. Bunu başqa oyunlarda gördünüz. Bu Telegramda da hətta yazmışdım. 1.30 plus, 1.35-ə qədərdən, 1.36, 1.37-yə qədər. Ya Midtjylland özü tək başına partlayacaq, oyunu üstə aparacaq. Mən bu oyunu 1-0 kimi görmürəm. Bunu sizə deyim. Midtjylland evində oynayır. Midtjyllandın da bu arada iki topuna da 1.10, 1.20 falan əmsal açılıb ha. Yəni buna da oynamazlar da. Yəni, ümid edirəm ki, oynamazsınız. Gəlsə belə. Ya da ki, Midtjylland buraxacaq abilər və oyun üstə gedəcək. Hesab təxminim olsun 2-1. Horsens nisbətən konservativ komandadır deyə. Amma görəcək. Siz Midtjyllandın sadəcə stoperlərini izləyərsiniz. Standartlarda, nə bilim, adi epizodlarda. Amma Midtjyllandın hücumdakı o ürəyi, can və şanlığı hələ də qalıb. Aral Şimşirin getməyinə baxmayaraq. Çox uzandı video. Üzrü hesab eləyin. Haqqınızı halal eləyin. İlk, yenə deyirəm, həqiqətən videolar üçün darıxmışam. Abilər, baxın, mən videolara belə hazırlaşıram. Və belə hazırlaşıram. Bu əmsallarla çıxanlardır. Bu da notlarımı alıram. Birləşdirirəm ki, fikrimi əsaslandırım. Brøndby Viborg. Bəzi oyunlar haqqında bu sözü deyirəm, bu oyun haqqında deyəcəm. Bu oyunun 1.5 üstü mənə görə bankodur. Canlı üçün saxlamışam, gez gələr. Gez gələrsə, 1.5 üstünü dəyərləndirəcəm. Bu arada gez gələr məsələsi. Bu cür oyunların düyünü ikinci hissədə çözülər. Yadınızda saxlayın, izləyəcəksiniz. Növbəti oyunlarda Viborgu da, Brøndby'ni də izləyəcəksiniz. Bu arada Viborg da Odense kimi komandaya 19 zərbə imkanı yaradıb. Alqışlayıram ayaq üstə, duranmasam da. Brøndby də Orhus'dan oynayıb, çətin rəqibdir təbii ki. Amma Orhus'un da beyni biraz o şeydə idi, Lechlə cavab oyunundaydı. İlk hissədə yatdı. İkinci hissədə içindən şir çıxdı, 10 zərbə. Hesabda önə keçdi və qoruya bilmədi, 1-1 elədi Orhus. Bu oyunun, yenə deyirəm, 1.5 üstü idealdır. Məsələn, kimsə böyük məbləğlə oynayanlar varsa, 2 üst kimi bunu dəyərləndirə bilərlər. Məsələn də, kimsə gülə bilər mənə, 2-3 dənə belə oyun tapıb, böyük məbləğlə oynayanlar var. Canlıdan oynayanlar var. Mən amma bu sırf o ikinci hissədəki oyanma məsələsinə görə əffinizə sığınaraq, time oyun. Gəlin belə danışaq da, time oyunu da yaxşı, ortaya ataq. Amma olsun 2-dən 1. 1-dən 2 gəlsə də olar, yaxşı. Yəni, analiz özünüz də başa düşdüyünüz kimi. Yəni, yenə deyirəm, beyin olaraq ikisi eyni beyindir. Bir də abilər, Orhus, Midtjylland, Viborg, Brøndby. Bu komandaların ev publikalarını izləyin. Dəlidirlər. Yəni, özünü dəlliyə qoymayıblar. Adamlar stres atmağa gəlirlər. Və bayaq ki, məsələn, Telegramda yazmışdım, Bazel'in azarkeşləri, dəhşətdir. Bu oyuna girməyəcəkdim, amma girəcəm. AEK Örgryte. AEK 2 oyunda qol yemir. Örgryte 2 oyunda qol vurmur. Baxın, dostlar, bir şey deyəcəm. AEK axırıncı oyunu Haken'dən 0-0 oynadı, xatırlayırsınız da. Deməli, burada önəmli olan bu deyil, ha. AEK-i tanıyırsınız, əminəm ki, oynayırsınız. Dəyərləndirirsiniz. Bu arada AEK-ə də 1.40 əmsal açılıb. Erkən uduş. Belə bir şey var da, TFC-də erkən uduş. Hansısa bir komanda 2-0, 3-1 və s. Yəni, ən azı 2 top fərqli qabağa çıxdısa,
Sən pulun gəldi, istir ondan sonra uduzsun. Əsas odur ki, 2 top fərqlə qabağa çıxsın. Buna 1.37 açılıb və buna oynayanlar olacaqmı dostlar? Qətiyyən. Ümid edirəm ki, aramızda belə insanlar yoxdur. Gəlsə belə, yenə də deyirəm. Gələ bilər. Burada analizi nəyin üzərində qurmuşam? Analizi onun üzərində qurmuşam ki, Örqritə ölüm-dirim maçlarına çıxır artıq. İkincisi, Haken sizcə Ayıkın tayıdır yoxsa yox? Göstərdi də, axırıncı oyunda göstərdi ki, tayıdır. Haken Örqritə ilə nətər oynamışdı? Mən yadınızda da sizə yazmışdım. İdeal bir analiz qoymuşdum Telegramda ki, Vasteras'ın oyunda Örqritə. Vasteras rəqib seçir. Bu onun dişinə görə rəqibdir. Okey. Örqritəyə demək olar ki, moment vermədi. Düzdür, var idi bir-iki dənə qəşəng momenti. Örqritə kesit futbol oynayır. Amma bir şey var dostlar. Bunlar Haken'i uddular, 4-3 oynadılar Haken'lə. 4-3. Triller. Mən eyni trilleri, ola bilsin həmin hesabla yox. 3-1, 3-2. Haken'lə oyunda, Ayık'la oyunda gözləyirəm. Stockholm küçələri, tribünləri tıklım dolu. O, 2 oyunda qol vurmayan Örqritə bir də gördünüz ki, birinci taymda qoydu. Potensial 2-dən 1 də ola bilər bu arada. Çünki gedər ayaqda oynayırlar, eləyirlər belə şeyləri. Amma yenə deyirəm, Örqritə ölüm-dirim maçlarına çıxır. Yəni bu oyun yenə deyirəm, 3-1, 3-2 kimi gedə bilər, Örqritə buraxmaz oyunu. Və yaxud da ki, sadə variant, Haken Ayık özü tək başına bu oyunu 2-5 üstə aparar. 2-5 üstün əmsalı 1.44'dür. Mən bunu götürəcəm. Qoyacam Midtjyllandın yanına. Eyvallah, görək nə olur. Grasshoppers Lugano. Deməli, Lugano, dostlar, Kosovoda bir ayaqla və yaxud da ki, gəzə-gəzə, oyda deyəməyəcəm o komandanın adın, nəsə, özümə o zülüm eləməyəcəm. Uddu, mərhələni keçdi konferans liqasında. Bu, Croce Torti bizim hocamızdır. Dəli futbol oynadır, keçid futbol oynadır bu arada. Beşiktaş azarkeşləri Lugano'nun oyunu xatırlayar yenə də. Bu arada gedib də Behrensi alıblar. Union Berlin'dən tanıyanlar tanıyır. Yanında da Renato Steffen'i qoyublar. Şeydə də o Ezgen Alioskin də oynadır bu arada. Yəni təcrübə ilə, təcrübəli oyuncularla hərəkətli ortanı qarışdırıb öz futbol oynadır. İndi Kosovadır, yaxındır, yaxın deyil. Adı səfərdir də qardaş. Hamımız Allah şükür getməyənlərə qismət olsun, sağ-salamat gəlib gəlsinlər, gedənlər. Aeroporta gedirsən, nə bilim 5 saat, 6 saat ən azından elə havada itir. Yatmaq, durmaq, oyundan sonra istirahət, sonra qayıtmaq. Bir günün, 2 günün rahat gedir də, düzdür. Bu yorğunluq var. Və Grasshoppers'dan oynayır. Məncə bu oyunda Torti hocamız dəlidir ha, bildiyiniz dəlidir dostlar. Biraz da bir tüp şey oxşayır o Jorge Sampaoli. Yadınızda da o Jorge Sampaoli'nin kimi oxşadırdım. Burada adını çəkib deməyəcəm kimi oxşadırdım. Bəlkə kimsə maşında, şükür Allah'ın da hamının da maşınlarında o şey var. YouTube və s. oradan izləyirlər. Ailəsi birdən yanında olar. Sampaoli'nin sifətinə baxanda hamı bilir də Türk kinolarında hansı rolda gedənlər oxşuyur. Bu biraz ona oxşuyur amma tövbə, haşa, yəni tərbiyəsizliğini görməmişik. Bu çılğın insandır. Burada Grasshoppers'dan oyunda keçid oyunu oynayar məncə. Biraz da bu yorğunluq da işin içindədir. Ligada 2 ən yaxşı keçid komandasından biridir. Yanına qoyuram Young Boys'u. Keçən ilki St. Gallen'də elə idi. Olsun 3-cü yerdə St. Gallen, yaxşı, hələ də. St. Gallen'də çünki o vaxt mən yazanda ki, Gebbels adında bir oyuncu var, tək başına şov göstərirdi. Vallahi nə bilim, hansı bir scout onu izləyirdi yoxsa bilmirəm, adam Paris FC aldı. Fransa 1-ci liqasında oynayır, əməlli başda oynayır. Red Bull'un proyektlərindən biridir o da, Paris FC. Red Bull orayı yakır atıb. Bu oyunda dostlar, Torti hocamıza görə 1-5 üst var. Amma məncə bu oyunun 1-1'i var. Gəlin bu oyuna gol deyək.
1.57 əmsaldır səfər, 1.53 əmsaldır. Buraya baxdım indi. Grasshoppers o şeyə razılaşmaz. Oynayar Grasshoppers, keçiddən yeyər, vurar, 1-1, gedərmi 2-5 üstə? Yenə deyirəm, bu oyun 2 üst oynanırlar bu oyuna. Amma əmsal olar, çünki 2-5 üstün əmsalı bu 1.60'lar məni narahat edir həmişə. Qol 1.53, icazəvizlə. Əffinizə sığınarıq. Kfum Kristiansund. Burada 1-2 komanda haqqında danışacağım, ən azı. Ən azı 2 komanda haqqında danışacağım. Yol üstü bir... Yadıma düşdü. TikTok üçün nə hazırlamışdım. Dünənki oyun, Bodo Glimt. Paylaşmadım onu. İndi burada deyərəm, yaxşı. Dostlar, Kfum 3 oyunda uduzur. Ən azından axırıncı 3 oyun. Sonra yoldaşlıq oyunları var orada və orada elit seriyada təkcəsi var. 4 oyunda udumur da qısası. 3 oyunda uduzur. Molde 2-4 uduzdu. Necə uduzdu? Bax, keçid komandalarından biri və dayanmayan komandalardan biri. Ona görə də Molde turbo rejimi qoşdu. 4'e yaxın XG yığdı. Tappa-tarap gedirdi. 2-4 oldu oyun. Lillestrøm haqqında indi danışacağım. Bodo Glimt'e evində 0-2 uduzdu, amma oynadı Bodo Glimt'lə. Yaxşı da qapılı zərbələri də var. Dayanmır çünki komanda. Və dayanmaq lüksu yoxdur artıq. Kfum dayana bilməz. İndiki durumda dayana bilməz. Söhbət hansı o? Transit komanda haqqında qısaca danışım. Lillestrømdən oyun. Lillestrømdən oyun necə qutardı? 2-1. Lillestrøm abilər bu liqanın ən tərbiyəsiz komandasıdır. Bodo Glimt haqqında onu hazırlayırdım. Əslində paylaşmadım. Çünki risk eləmir də adam. Bu dönəmdə, bu gedişatda, biraz da bu tərsləmələr falan adam... Məsələn, məndə o sifət yoxdur ki, səhərsi gün həmin o şeylə çıxım qabağınıza şövqlə ki, gəlin bu sənətkar sizin üçün oyunlar hazırlayıb. Var ya elə adamlar, nəysə. Deməli, Lillestrømün oyununu sizə deyim, abilər. Bax, bu oyunda 1-1 oldu, indiyə qədər yadındadır, 1-1 oldu. Bu oyunu, Lillestrøm Kfum oyununda mən 2-5 üst vermişdim, günün təklisi kimi. Telegrama, canlıdan dəyərləndirmişdik. Abi, birdən Lillestrømü son 2 oyununda hələ kəşf elədim. Bodo'dan qabaq hələ. Bodo ilə oyundan qabaq. Abi, yəni, yüksək liqada oynayırsan, elit liqada oynayırsan, Lillestrømün oyuncuları ayağı qabağa belə qaçırlar. Top göydədir, naklatka deyirlər. Yəni, dirsək, təpik, bu nə komandadır? Bax, Kfumu biraz o tormuzdandırdı. Adamlar zədədən qorxurdu, ehtiyat elədilər ki, ya qardaş, zədələnəcək, indi bunlar tərbiyəsiz bir futbol oynayırlar. Amma Lillestrømdə standartda da çox yaxşıdır. Ona baxmayaraq Kfum oynamağa çalışdı. Yəni, o sizi çaşdırmasın. Məsələn, Molde'nin oyuna baxın, Bodo ilə oyuna baxın. Bu komanda dayanmır. Dayanmadığına görə də yiyir və vurur. Məsələn, Molde gözəl bir referansdır. İndi kimlə oynayır? Kristiansundla. Burada da həmin söhbəti də eləyəcəm sizə. Bu oyunun 1-5 üstü bankodur. Bu oyunda məncə Kfum 2 qol vuracaq və Kfumun 2 qolu ilə canlıdan 2-5 üstü götürərsiniz. Bu oyun 2-5 üstü mənə görə. Amma Kfumun 2 topu ilə 2-5 üst gəlməsə, həmən yatdım. O 2-5 üst gəlsə də mən yatdım. Mən deyəcəm ki, qardaş, mən seçimim batdı. Yekunlaşdırırıq dostlar. Burada bir oyun var. Wolfsberger, Avstriya. Nə bilim, yoxlayın da time oyun. Olsun bonus oyunu. Orada time oyun, burada time oyun. Mənə görə qol-qol 2-5 üstü olacaq. Qol-qolu var bu oyunun. Amma ana kupona qoyaram mı? Yox. Nə bilim, ekstra kupona nə bilim də tutalım. İnşallah ki, birinci dediyimiz oyunlar gəldi. Bu neçədədir? 19-dadır. 19-da da bir dənə kupon düzəldim. Gəlsə belə, abilər, mən biraz ehtiyat edirəm. Çünki Avstriya liqasının özünüz gördüyünüzdə hansı beyində çıxırlar. 4x yığır. Salzburga salamlar. Red Bull içməkdən birtəhər olublar. Siz də oturub, yəni sonra şey eləməyin də, bizonla yandırmayın. Nə bilim, hansı olsun, o birisi olsun, reklam olmasın. Ələkbər yasamalı demişən, getdi. Qəribə əmsalları var, amma
1-dən 2, 2-dən 1 ola bilər bu oyunda mənə görə. Amma qol oxşadıram bu oyunu. Gior Macaristan liqasından bir dənə oyun yoxlayacağım. Axır vaxtlar yaxşı gedir. İnşallah burada da yaxşı gedər. Gior, uyda bu komandanın adını oxuyacağım. Niregihaza. Allah sənə çox şükür. Tanımıram, etmirəm, eləmirəm. Gior'u tanıyıram. Gior'un bir oyunçusu isə deyəcəm, hücumçusunu. Zaten heyəti açdınız, baxdınız. Njiye yazılır da. Abilər. Üzü istəyirəm, yaxşı mənada deyəcəm bu sözü. Heyvərədir də, ən sevdiyim oyuncu tipi. Taran, Texnar, hər şey var. Bunlar çıxdı axırıncı oyunun Bissen'dən, o Lüksemburgun komandasını 1-1 oynadılar. Hamımız başa düşdük, o da nə baş verdi. Çünki birinci oyunu 6-2 səfərdə udmuşlardı. Njinin şousu var idi orada. Birinci oyunda ligada Vaşaşla 2-2 oynayıblar. 2-5 üst deyəcəm bu oyuna. Məncə, belə deyək də, 80-85% Gior'un 2 topu ilə 2-5 üst. 3-0-3-1 demək istəyirəm bu oyuna. 2-5 üstün əmsal 1.43'dür. İnşallah ki gələr. Time'dan hətta biz o hərəkətlənməni Gior'un time'dakı qolu ilə inşallah elə olar. Bu ağır vaxtlarda inşallah heç vaxt daha dilimizdən düşməz. Bu inşallah sözü dilimizdən düşməyib. Pis söz deyil də, şükür Allah. Və sonuncu nöqtəni bundan qoyaq. Bran Rosenborg. Abi bu birincisi Bran birbaşa rəqibləri ilə çox qəşəng futbol oynayır. Açıq oynayır, ləzzətli futbol oynayır. Bran ümumiyyətlə elə komandadır. Bran super komandadır. İndi Bran da bu aralar mənim günümdədir. Amma çıxdılar Universitat Krayova idi, yoxsa Kluj idi, hansı idi? Nəysə də bu ikisindən biri bu Rumıniya təmsilçisi ilə 3-1 cibinə qoydular, növbəti mərhələni keçdilər. Konferans liqası idi də. Və Rosenborg axırıncı oyunlara baxın, 4-0, 3-0, 3-0, abi xeyirdir. Nə olub? Hər iki komandanın hücum gücünə görə güvənərək 2-5 üst deyəcəm bu oyuna. Məncə hətta inşallah ki bir ekstra qollu bir oyun gözləyərik, görərik burada. Bu 21-15 oyunlarının seansını Norveçdə biz buraxmarıq, tətikdə olarıq, canlıda olarıq. Ana bu seans kuponuna qoyularmı bu oyun? Məncə qoyular. Gior, yanına da qoydum Bran'ın 2-5 üstünü. Abi mən burada bir dənə də Rosenborg yaxşı komandadır, eyvallah, amma Bran'ın 2 topu ilə getsə 2-5 üstə super olacaq. Demirəm, Rosenborg'a görə o bayaqki ifadəni demək istəmirəm ki, onun 2 topu ilə gəlməsə mən yatdım zadora bura, yox. Rosenborg'dur bu. Birbaşa rəqiblər özdə. Vururlar, buraxırlar, düzdür, Rosenborg buraxmır, vaxt artıq. Hətta ikisini burax. 33 dəqiqə məndə burada göstərir, montajda yəqin qısalacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 oyun. Bölün. Hər oyuna 4 dəqiqə, 3-4 dəqiqə düşür də. Amma ekstra söhbətlər də elədik, gələcəyin proqnozlarını da verdik. Belə dostlar, öpürəm, bağırma basıram. Allaha əmanət olun. İnşallah ki, ən azı 90% nəticə verərik burada. Siz də razı qalarsınız, mən də razı qalaram. Allaha əmanət olun, uğurlar sizə.